Buna da belə şey yoxdur ya, Allah hamd olsun. Ömrümdə birinci dəfə şişdə xaçapuri görürəm. Gəlin sizə Saraçılının unikal mətbəxindən bəzi seçmə təamları göstərim. Bura xəngəli ilə daha çox məşhurdur. İstər gürcü, istərsə də yarpaq xəngəli əsl klassikadır. Yeyənlər bilir. Özdə sizə bir şey deyim, əksər yerlərdə xəngəli marketdən paketlərdə alıb suya atırlar. Amma Saraçılıda xəngəl mətbəxdə yerindəcə hazırlanır. Bunu da yeyəndə hiss etmək olur. Gürcü xəngəlinin həm qızardılmış, həm pendirli, həm də sadə versiyalarını yoxladıq. Pendirlini gərək isti-isti yeyəsən, yoxsa pendir içində quruyur. Və məni təəccübləndirən nemət, burada şişdə xaçapuri verilir. Xəmiri daha çox çörəyi xatırladır. İçi isə bol sulğuni pendirli olduğu üçün kəsiləndə belə pendir şəlaləsi ortaya çıxır. Burada can qutabının da dadına baxdıq. Tam səmimi deyim ki, çox canlara dəyən tapıntıdır. Bir dənəsi 3 manatdır. Sizcə süfrədə nə çatmır? Bəli, bir dənə qəşəng başı xamırlı çatmırdı, o da gəldi. Bu salyankadır. Tərkibi biraz qatı idi. Mən daha sulu gözləyirdim. Burada həmçinin arabuli də yedik. Tam səmimi deyirəm, bunun dadını ifadə eləyəcək söz tapmıram. Tək sözlə mükəmməl. Bir porsiyası 10 manatdır. Bura Xırdalan dairəsi və Respublika Qaysinin yaxınlığında, Neptun marketin düz yanında yerləşir. Binəqədi, Biləcəri, Xırdalan və Masazırda yaşayanlar buranı mütləq yadda saxlasın.